Biz hal-hazırda elə bir kainatın, elə bir nizamlı sistemin içərisində yaşayırıq ki, hər hansı bir şeyi və ya hər hansı bir canlını aradan çıxaranda insanlar üçün problemlər ortaya çıxır. Hətta Sözlər əsərində belə bir cümlə oxumuşdum. İnsan kainatın əksər ənvağına muhtac və alaqadardır. Öz-özümə düşündüm ki, həqiqətən insanın yaradılmış hər şey ilə əlaqəsi var. Bu barədə sənədli filmlərə baxaraq məlumat toplamağa çalışdım və həqiqətən minlərlə örnək olduğunu gördüm. Məsələn, anlamağımız üçün bir növ verim. Deyəlim ki, bizdən minlərlə kilometr uzaqlıqda yaşayan köpək balığı. Hal-hazırda köpək balığının olmasının bizə nə faydası var? Olsa nə olar, olmasa nə olar? İlk başda belə görsənə bilər, amma həqiqətdə belə deyil. Nəyə görə? Tutalım ki, köpək balıqları bir anda yox oldu və o andan etibarən nələr baş verərdi? İlk başda deyəsə olsam, köpək balıqları qida zəncirinin ən üstündə yer aldığı üçün digər kiçik balıqların çoxalmağının qabağını alırlar və bu balıqların nüfusunu yeyərək kontrol altında saxlayırlar. Həm də əsasən xəstə və yaşlı balıqları yeyərək okeanların təmiz qalmasında böyük rol oynayırlar. Əgər köpək balıqları aradan çıxsa, həm xəstə balıqları yeyən bir canlı olmadığına görə əksər balıqlar xəstə olub digər balıqlara yayacaqdı. Həm də kiçik balıqlara yeyən bir canlı aradan çıxdığı üçün balıq nüfusunda çox böyük artış olacaqdı. Bu artış da olanda kiçik balıqlar öz yedikləri fərqli qidalara çox tez müddətdə tükədəcəkdi. Bundan sonra da həmin bu kiçik balıqlarda qida tapa bilmədiklərinə görə okeanlarda kütləvi milyonlarla balığın ölüsünü müşahidə edəcəkdik. Nəticə etibarilə milyonlarla ölü balıqlara, mikrob və cəsəd ilə örtülmüş okeanlara şahid olacaqdı. Sonra başqa nə baş verərdi? Dünyadakı oksigenimizin böyük bir hissəsi okeanlardakı mərcanlardan və bitkilərdən təmin olunur. Su tısbağaları sabit bir yerdə qalanda artıqlaması ilə bu bitkilərlə qidalanır. Amma köpək balıqları daima hərəkətdə olduğu üçün durmadan su tısbağalarını qorxudub yer dəyişməsinə səbəb olur. Tısbağaların bir yerdə sabit qalıb hədsiz otlamasının qabağını alır. Yəni qısaca su tısbağalarının yer dəyişməsinə səbəb olan köpək balıqları hal-hazırda olmasaydı, oksigen almağımız o qədər asan olmayacaqdı. Başqa tərəfdən baxsaq, köpək balıqları bəzi balinaların önəmli qidasıdır. Hətta 8 ayaqlı ilbiz deyə bildiyimiz canlılar köpək balıqlarının ölü bədənləri ilə bəslənir. Yəni qısaca əksər dəniz canlısının önəmli qidası olan köpək balıqlarının olmadığını fərz eləsək, bir çox dəniz canlısının nəslinin tükənməsi ilə qarşı-qarşıya qala bilərdik. Bu da ola bilər ki, bizdən minlərlə kilometr uzaqlıqda bilmədiyimiz hər hansı bir canlının biz insana baxan tərəfini, faydasını bilməyək. Nəticədə bilməməyimiz olmadığına dəlil deyil. Yəni qısaca diqqət eləsək, Allah bu kainatı elə bir sistemdə qurub ki, insan acizliyini anlasın, təkəbbürlənməsin. Zərrədən şəmsə qədər hər şeyə necə ehtiyacı olduğunu araşdırsın, görsün, anlasın.